Bugün sünnə lazım deyil, sadəcə Quran-ı Kərimlə gedək demək istəyənlər, əslində namaz qılmayın demək istəyirlər. Əslində zəkat verməyin demək istəyirlər. Orucu pozan məsələlərin detayı varmı Quran-ı Kərimdə? Xeyr, yoxdur. Əslində oruç tutmayın demək istəyirlər. Həccin ərkanları və vacibləri, bu detayların Quran-ı Kərimdə varmı? Xeyr. Əslində sünnəni götürməyin, sadəcə Quranla kifayətlənin demək istəyənlər həccə getməyin demək istəyirlər. Allah Teala Quran-ı Kərimdə deyir ki, namaz qılın. Amma hansı namazı neçə rəkət qılmalıyıq? Zöhr 4 rəkətdir, əsr 4 rəkətdir, məğrib 3 rəkətdir. Rəkətlərin rəqəmsal olaraq sayını verən Quran-ı Kərimdə ayə varmı? Ayə yoxdur. Allah Teala Quran-ı Kərimdə buyurur ki, zəkat verin. Amma zəkatı 2,5% verin deyə. Bunu rəqəmsal olaraq bəyan edən ayə varmı? Yoxdur. Bir çox haramlar, əslində halallar, bir çox məsələlərin şərhləri bunlar səhih sünnədədir. Dini ilə maraqlanan bir müsəlmana bu niyə ağır gəlməlidir ki? Çünki bu din həm Allahın kitabı ilə, həm Peyğəmbər s.ə.v-in sünnəsi ilə tamamlanır. Nisa surəsində Allah Teala buyurur, Mən yuti'ir rasulə fəqad ata'allah. Kim Peyğəmbər s.ə.və itaət eləyərsə, yəni Rasulullah s.ə.v-in yönətdiyi, irşad etdiyi, öyrətdiyi şeylərlə gedərsə, Allahın yolu ilə getmiş hesab olunur. Allah Teala Həşr surəsində buyurur, وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا. Sizə Allahın elçisi nəyi gətirdisə ondan möhkəm yapışın. Sizi nədən çəkindirdisə ondan uzaq durun.